Hər kəs salamlayıram dostlar. Qayçı səsinin bugünkü qonağı hər kəsin sosialdan tanıdığın biz daha yaxından tanıyacağıq. Rafiq Namazov. Həmişə sən gələsən bizim verilişə. Yeni verilişin də xeyirli uğurlu olsun. Məncə bu tanınan və tanınmayan bərbərlər üçün çox əlverişli bir verilişdir. Nəyə görə? Çünki çağırasan, məsəl üçün, indi tanınan bərbərlər çağırsın da, ki, tanınmayan bərbərlər çağırasın, elə yerdə elə bərbər işləyir ki, məsəl üçün, onu orada tanımada, sən çəkib səhifəndə, YouTube-da onu tanıdasan, onu daha çox insan tanıyır. Əl işi var, amma reklamı yoxdur, olmayan bərbərlər üçün, bəli. Necəsən? Şükür. Keyfin, əhvalın, işin, gücün, hər şey yaxşıdır. Elə verilişin çəkilmə vaxtından bilinir ki, hər ikimizin də vaxtı yoxdur. Çünki axşam saat 11-ə qalıb. Yəni, Rafiq, biz düzdür, bir-birimizi çoxdan da tanıyırıq. Sən çox gözəl qardaşsan. Amma sənin sosial şəbəkədən çox insan sorğu-sual verir ki, Rafiq kimdir? Rafiq, yəni, Namazov stilinə tanıyıblar ən çox. Yəni, bir görsən küçədə də keçəndə deyirlər Namazov stili. Yəni, o stil saçdır. Məndə Namazovam. bəli. Mənə deyir Namazov stili. Elə deyir ki, özümü saç kimi istəyir. Yəni, Namazov kimi tanıyıblar. O da 24 yaşım var. Yəni, sənətdə təzə deməyək. Yəni, bu hal-hazırdakı tanınmış bərbərlərə baxanda mənim yaşım azdır. Namazov stilini bir müddət 2022-ci ildə Namazov stilini öz saçım belə idi. Yəni belə saxlayırdım saçını. Prosto bunun biraz daha səliqəsiz də versiyası idi. Dedim, elə saçlar gəlir yanıma, arada kəsirdim. Gördüm ki, öz saçım belədir, bu stildədir. Mən də elə saçlar kəsdim. Dedim ki, elə özümdə də elədirsə, niyə də? Bir dənə də şey deyim, gördüm ki, o ətirlərə ad qoyurdular. Bəli. Falan adlara. Ondan biraz da ilham aldım. Gördüm ki, ətirə ad qoyurdular, amma saçda yoxdur. Saçda yoxdur. Yenilik gətirir. Dedim, niyə də olmasın? O da yadıma gəlir, bir dənə video qoydum. Deməli, bir saata 300.000 baxış gəldi. Bir saata TikTok'da. Ondan sonra da ki, yazmışdım saç kəsimi 10 manat. Hamı da yazır ki, bu hardadır, bu yer. Elə yazdılar, gəlirlər, bir nəfər gəldi, onun saçını kəsdim, o birisini gətirdi, o gəldi, o birisini gətirdi. Elə Namazov adı tanındı və məni də hal-hazırda familiyama görə tanıyırlar, amma elə bilirlər ki, o mənim adımdır. Amma əsl adım Rafiqdir, Rafiq Namazov, amma heç adımı işte... Çox adam hallandırmır, düzdür. Və haralısan ən çox sualı onu verirlər. Qərb Azərbaycan. Buradan bütün yerazlarda salamlayaq. Həqiqətən də bir həmkar kimi sən xətrin bizə çox əzizdir. Sən həqiqətən də bu sənətə yenilik gətirib Namazov stili adını yüksəliyə çıxartdın, bilintləşdirdin. Bu da hər bir insanın bir işi deyil də, sırf Novxanada bu işi bacarıb və bütün Azərbaycanı Novxanaya cəlb eləmək. Yaxşı, bu şöhrət səndə nəyi dəyişdi? Məşhurluq səndə nəyi dəyişdi? Salon. Salon bu dəyişdi. Balaca 6 kvadratı idi, indi olub 100 kvadrat. Ay maşın. Başqa heç nə dəyişmir. Xeyirli olsun, maşın zaten heç nə də, bu da şeylər olmayıb. Yox, olub, bir dənə maşın olub, bir də telefon almışım. 17. Başqa heç nə dəyişmir. Bir də ki, əl işlərimi daha da mükəmməlləşdirməyə çalışıram və bu vaxta kimi də gördüyüm heç bir iş mənim xoşuma gəlmir. Yəni daha da yaxşıdır. Çünki xoşuma gəlsə... Əsl sənətkar elə olmalıdır. İşlədikcə öyrənməlidir. Deməli, o Əskərdən gəldim, dedim ki, gelib şəhərdə işləyəcəm. O da getdim şəhərdə bir həftə işlədim, gördüm ki, heç kim gəlmir, heç kim məni tanımır. 400 manat arenda pulu idi, onu verə bilmədim. Gəldim Novxanada elə əskərə getməmişdən olaraq yerdə işləyirdim. Oranı götürdüm təzdən. Dedim ki, orada işləmərəm. Sonra gördüm ki, orada işləyirəm. 6 kvadrat yer idi. Oranı götürəndə emulsiya lazım idi divara vurmağa. Elə bir şey 12 manat idi də. Onu almaq üçün bir həftə işlədim.
aldım. Onda niyə bir həftə işlədim? Yəni ən minimum 3 manatdan saç qırsam, onda da müştəri yoxdur axı qırxam saç kəsim. Təzə vaxt. Hə. O da gündən bir nəfər olurdu ya olmurdu. Elə ki 12 gün işlədiyim, emulsiya aldım. Bir də işıqlandırma zəif idi. O belə projektor var kvadrat. Həm 8 manat neçədir. Onu da bir həftə işləyib almışdım. Onu da çox sevinirdim. Səndə bir yaşıllandırma vardı. Onu neçə həftə işləmişdin? O yaşıllandırma, doğrudan onu deyim. O bahalı şey yoxdur. İplər, o bahalı idi deyə pulum çatmadı almağa. Ondan iplərdən düzəltmişdim yaşıllıq. Yəni belə. Sənə bir maraqlı suallar hazırlamışıq. İstəyirəm bu sualları zəhmət olmasa verərdiniz. Görək, Rafiq suallarımıza səmimi olacaq yoxsa yox? Birini çıxardım. Oxuya bilirsən də yəqin ki. Yox. 5 ildən sonra bu masada kim olmayacaq? Olacaq, 5 ildən sonra bu sahədə kim olmayacaq? Bu masada. Bu sahədə. Onu yəqin səhv yazıyorum. Bu sahədə kim olmayacaq 5 ildən sonra? Yəni bugünkü gündəmdə olanlardan səncə kimlər olmayacaq? Ölüb eləsə. Yox, ölüb yox. Yəni görürsən ki, bu insan potensiallı insan deyil də. Misal son biri mən də ola bilərəm. O potensiallı mən heç kimə nə biləm. Nə deyim? Səmimi olar. Bilməm. Ad çəkməkdən qorxursan. Yox, ad yox. Mən nətər biləm. O yəni belə çıxmasın. Ölsə olmuyor böyle. Başqa necə olmuyor böyle. Başqa bilmirsə sənin üçün. Ya nəsə o... Sən bu suallardan qaçırsan. Çox çətin suallar. Yaxşı. Ən böyük bu bərbərlərdə yalan nədir? Ən böyük yalan? Bəli. Yəni ən böyük yalanı harada danışmısan? Yox, ən böyük yalanı deyəməm, amma ən böyük yalan mənim saç kəsməyə ümumi bu çolkanın burasını uzun saxlayırlar. Deyirlər ki, oranı bağlamalıdır. Onu mən ən böyük yalan kimi baxıram. Yəni, çünki mən kəsirəm düzəlir. O, əgər oranı bağlayırsa, mən kəsənin necə düzəlir, onu bilməm. Bəyənmədiyin bərbər var? Yox, hamını bəyənir. Nə, hamısını saç kəsməyəm. Heç paxıllıq etdiyin bərbər olub? O sual qoy, indi verdiyin çıxdı. Yox, mən hamının doğrudan da yəni istəyərdim ki, yaxşılığını istəyirəm, amma yaxşı olur. Bilmirsən sən. Bir bərbəri seçməli olsaydın, daha məşhur yoxsa daha bacarıqlısını seçərdin? Bacarıqlısını seçərdim, salona işə götürsəydim, məşhurunu seçərdim ki, ondan video çəkdirsəydim ki, mən də tanınım, məşhur. Elə bir usta olub ki, müştərini sənin yanında işləyən ustalardan. Müştərinin saçını yaxşı kəsməyib, onun əlindən alıb sən kəsmirsən. Yox, bizdə Telman işləyir, tələbəmdir, ustad deyil. Yəni onun əl işini bəyənməyib sən kəsmirsən. Yox, elə şey olmur. Özü düzəl. Mənim saçımı kəsir, yəni əl işi də super. Öz müştəriləri də var, belə başqa müştərilərində yox, elə bir şey olmur. Bəs bu qiymətlər haqqında nə deyə bilərsən? Bax, gündə biri salır permanı aşağı, keratini salırlar aşağı, kəsimləri salırlar aşağı. Bu sizin blendləşməyə maneçiliyi olmuş? Yox, onlar saldıqca biz qaldırırıq qiymətləri. Niyə? Çünki keyfiyyətli işin keyfiyyətli də qiyməti olmalıdır. Yəni bu qədərdir. Verilişimiz bura qədər dostlar. Rafiq Namozovu az da olsa tanıdıq. Bizim sponsorlarımız var. Baş sponsorumuz Azitetik şirkətinə təşəkkür edirəm. O yaxşı emerdi maşınkaları var. Yəqin görmüşsən də maşınkalar çox keyfiyyətli maşınkalardır. Bu da Smart Prime var ki, dünya brendidir. Sən necə Namozovu brendləşdirmirsən, bu da o formada brend maşınkalardır. Burada bir brendimiz də var. Rafiq Keratindir, Luxes. Yəni bunun bütün hər kəs bilir də, həm xanımlardır, bəylərdir. Tövsiyə edirik ki, gəlsinlər Luxesdən alıb istifadə eləsinlər, keyfiyyətini görsünlər. Burada Rafiq, sonra bizim saç tozlarımız var ki, indi sizə hədiyyələrimiz də var.
o birisi saç tozları kimi deyil də, yəni yapışdırmır. Yağlandırır. Çox gözəl effektin ala biləcəyin bir saç tozudur və bugünkü gündə elə sənin də müştərilərindən, bizim də müştərilərindən ən çox verilən sual saqqalımız niyə çıxmır? Və artıq burada gördüyün losyonla həmin saqqalları tam rahat şəkildə çıxardır. Sonra saqqalı uzun bəylərimiz üçün tövsiyə görərsən, bax, bu cürlə saqqal kremləridir, çox qəşəng düzləşdirir, səliqəyə salır, çox vaxt keratinə ehtiyac olunur. Elə bunu vur, elə bir keratin olur. Sonra saç kremləridir, bu da matdır, saçı dən-dən eləyir, yapışdırmır, çox gözəldir. Bir də saçı tökülən bəylərimiz üçün çox gözəl, bəli, mağa kimi aparır. Özüm bizə də bugünkü gündə şampunların əksəriyyəti mağ salır saça. Amma bu bütün buağın hamısını aparır və saç tökülməsinin qarşısını alır. 3 gündə yağlanmadan azad olur insan. O neçədir, qiymətini soruşur. Qiyməti sirdir, dövlət sirridir. Çatdırılmamız da var, kimlər istəsə buyursun gəlsin. Hə dostlar, verilişimiz bura qədər. Növbəti qonağımızı, hansı bərbəri verilişimizdə görmək istəyirsinizsə kommentlərdə yazmağı unutmayın. Sağ olun, var olun.